Onlar bizə deyirlər, mən səndən dəstək hiss etmirəm. Sən hər zaman mənə qarşı gəlirsən. Sənin sözlərin mənə pis təsir edir. Ya da ki, hansısa əgər biz insanları tərbiyə etməyə çalışırıq ya da ki, kritika etməyə çalışırıq və insan bizə deyir, sən məni başa düşmürsən, sən məni anlamırsan, sən məni eşitmirsən, sənin yanımda olduğunu mən hiss etmirəm. Deməli, biz burada komplimentləri istifadə edirik. Xarici görünüşü ilə bağlı, onun hərəkətləri ilə, nailiyyətləri ilə bağlı, onun zövqü ilə bağlı komplimentlər və razılıq sözləri işlətmək çox önəmlidir. Və baxın, əgər bu sevgi dili sizin də dilinizdir, özünüz özünüzə başlayın bu sözləri demək. Özünüzə hər gün komplimentlər deyin. Necə mən yaraşıqlıyam, necə mən zövqlə paltarları bir-birinə uyğunlaşdıra bilirəm, necə mənim gözəl saçlarım var, necə mənim gözəl qaşlarım var, mənə hər şey yaraşır.